Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fən müsabiqəsinə hazırlıq kitabından Sınaq 13-ün izahını bölüşürəm. Deməli, birinci suala baxaq. Birinci sualda görürük ki, həll olmanın temperaturdan asılılığı verilib və X, Y maddələri. Deməli, əziz şagirdlər, biz diqqət etirsək qrafikə, görürük ki, temperatur arta-arta X-in həll olması artır. Yəni, əgər X-in həll olması artırsa, yəni temperaturdan həll olması temperaturla düz mütənasib olan maddədir. Ona görə də X bərk maddə ola bilər. Biz elə cavab variantı seçməliyik ki, X maddəsi bərk maddə olsun. Birinci müddəyə diqqət edirək, X H-xlor və amonyak ola bilər. Amonyak bildiyimiz kimi qaz halındadır. Ona görə də birinci müddəə yanlışdır. İkinci müddəyə diqqət edirək. Y maddəsi görürük ki, temperatur arta-arta həll olması azalır. Yəni, yuxarıdan bir qiymətdən aşağı enir də. Ona görə də Y temperaturla tərs mütənasib asılı olan maddə olmalıdır. Y temperaturla tərs mütənasib, deməli, qaz halında olan maddədir. Y H-xlor və amonyak ola bilər. Dördüncü müddə doğrudur. X isə bərk maddə olduğuna görə ikinci müddə doğrudur. Daha doğrusu üçüncü müddə. Natrium NO3 bərkdir, tərkibində metal olan birləşmədir. Bir də C6H12O6 qlikoza bərk halda maddədir. 3, 4 doğrudur. Deməli, X bərk halda maddə olmalıdır, çünki onun həll olması temperaturla düz mütənasibdir. Temperatur arta-arta artır. Y isə qaz halında olan maddə olduğuna görə həll olması temperaturla tərs mütənasibdir. Və 5-ci müddəyə baxaq. 20 dərəcədə Y-in həll olması X-dən çoxdur. Bəli, 20 dərəcədə şəkilə diqqət edirək. Y-in həll olması 20 dərəcədə 50 ilə 60 arasındadır. Məsələn, fərz edək ki, 54. Amma X-in həll olması isə X-in həll olması 20 dərəcədə 30 ilə 40 arasındadır. Məsələn, deyək ki, 33. Yəni 54 33-dən həqiqətən də böyükdür. Ona görə də 5-ci müddə doğrudur. Düzgün cavab variantı 3, 4, 5, B variantı. İkinci suala baxaq, hansı ifadələr doğrudur? Deməli, gördüyümüz kimi birinci və ikinci atom modelləri verilmişdir. Birinci modeldə bənövşəyi rəngindən və ikinci modeldə bənövşəyi rəngindən protonlar təsvir olunmuşdur. Hər ikisini saysaq 6 protonumuz var. Deməli, eyni element atomlardır. Əgər elementin, yəni proton sayı eynidirsə, deməli, eyni element atomudur. İkinci müddə kütlə ədədləri bərabərdir. Deməli, biz bilirik ki, nüvə proton və neytrondan təşkil olunub. Əgər proton və neytronlar sayı hər ikisində bərabər olsa, onların kütlə ədədləri də bərabər olmuş olur. Birinci diqqət edirək, 6 neytron var. 6 proton, 6 neytron. Yəni kütlə ədədi 12. A bərabərdir 12-yə. İkinciyə diqqət edirəksə, ikincidə 1, 2, 3, 4, 5, 6, 7, 8 neytron var. 14, kütlə ədədi 14 olmuş olur. Deməli, kütlə ədədləri bərabər deyil, 2 yanlışdır. 3 kimyəvi xassələri eynidir, bəli doğrudur. Proton sayları eyni olan atom növü izotop adlanır. İzotopların da kimyəvi xassələri eyni, fiziki xassələri fərqli olur. 3 doğrudur. İzoton atomlardır. İzoton neytron sayı eyni olan atom növüdür. Burada görürük ki, neytron sayları fərqlidir. Birində 6, birində 8. İzoton ola bilməzlər. Elektroneytral atomlardır. Bəli, doğrudur. Çünki proton və elektronun sayı bərabər olanda elektroneytral olur. Yəni, element nə müəyyən ion verir, nə ion alır. Yəni, ion mübadiləsi baş vermir. Deməli, 6-cı müddə doğrudur. Görürük ki, göy rəngdən burada elektronlar təsvir olunub mavi rənglə, bənövşəyi rənglə protonlar. 6 proton və 6 elektron var hər ikisində. Ona görə də elektroneytraldır. Düzgün cavab variantı 1, 3, 6 A variantı. Üçüncü sualda bizə uyğunluğu müəyyən edən belə bir sual verilmişdir. Polad və çuqun qarışıqları. Deməli, Venn diaqramıdır. Tərkibində dəmir var. Həm polad, həm çuqun, hər ikisi dəmirin ərintisidir. Ona görə hər ikisinin tərkibində polad var. 2-yə uyğun gedir. A variantı. Tərkibində 2%-dən çox karbon var. 2%-dən çox karbon olan çuqun, 2%-dən az karbon olan isə poladdır. Deməli, 1-ə gedir B variantı, 3-ə gedir C variantı. Tünd və tutqun rəngdə olur çuqun, açıq rəngli və parlaqdır polad. Hər ikisi də homogen qarışıqdır. F hər ikisindən gedir. Deməli, düzgün cavab variantı A variantı.
Dördüncü suala diqqət yetirək. Deməli, əziz şagirdlər, dördüncü sualda qabların deməli, birinci qaba görürsüz ki, təzyiq verilib. Təzyiq verdikdə qabın həcmi nə olur? Azalır. Amma ikinci qaba diqqət yetirək. Təzyiq azaldılıb, xarici təzyiq azaldılır, qabın həcmi, molekulların həcmi deməli artır. Yəni molekullar daha bir-birinə aralı yerləşir. Yəni həll olunması təzyiqdən asılı olan maddələr qaz halında olan maddələrdir. Təzyiqdən asılı olmayan isə bərkdir. Bizə deyir ki, iki vəziyyətinə gətirdikdə vəziyyəti dəyişməzsə, deməli bu maddə təzyiq bu maddəyə təsir etmir. Təzyiq təsir eləməyən maddə bərk halda olmalıdır. A bəndinə diqqət edirək, amonyak qaz aqreqat halındadır. Deməli NH3. C bəndinə diqqət edirək, oksigen qaz halındadır. O2 təsir eləyəcək. B bəndinə diqqət edirək, H-xlor qaz halındadır. Təsir eləyəcək. D bəndi isə glikoza. Glikoza deməli C6 deməli glikozun formulunu yazım. C6H12 O6-dır ümumi formulu. Bərk halda olduğuna görə təzyiq təsir etməyəcək glikozaya. Düzgün cavab variantı D variantı. Növbəti 5-ci və 6-cı suallara baxaq. 5-ci sualda bizə göstərilir ki, hansı maddələr suda həll olmur. 1-ə baxaq, kalsium karbonat çöküntüdür. Çöküntülər suda həll olmur. Düzgün cavab variantında 1 mütləq olar. 3-ə baxaq, benzol may haldadır, suda həll olmur, yağa bənzər maddədir. 1, 3, düzgün cavab variantı 1 və 3 mütləq olmalıdır. Bir də 4, silisium dioksid, silisium O2 bu şəkildə yazılır. Və kvars qumdur, adı kvars qumdur. Kvars qumda bildiyimiz kimi suda həll olmur. Digər 2, 5 və 6-cı maddələrə diqqət etirsək, 3-ü də suda həll olur. Kalium nitrat, nitrat döşsün bütün duzları suda həll olur. Karbon dioksid karbon qazıdır. Karbon qazı da suda həll olur. Glikozadakı şirin dadı malikdir, yəni karbohidratdır. Karbohidrat olduğuna görə suda həll olur. Düzgün cavab variantı suda həll olmur deyilsə 1, 3 və 4 A variantı. Keçək 6-cı sualın izahına. 6-cı sualda bizə bildirilir ki, deməli, ağ fosfor haqqında hansı fikir doğru deyil? Açıq havada saxlandıqda oksigenlə reaksiya daxil olur. Bəli, doğrudur. Ağ fosfor oksigenlə reaksiya daxil olur. 2 zəhərlidir. Bəli, doğrudur. Zəhərlidir. 3 sarımsaq iylidir. Bəli, doğrudur. 4 8 atomludur. Bu yanlış ifadədir. 8 atomlu kükürdür. S8 yazılır. Ağ fosfor isə P4, yəni 4 atomlu bəsit maddə əmələ gətirir. Hansı fikir doğru deyilsə 4, düzgün cavab variantı D variantı. 7-ci suala baxaq. Aşağıdakı maddələrdən hansı zəhərli qazdır? A bəndinə diqqət edirək. Karbon O, yəni dəm qazı. Bəli, dəm qazı zəhərlidir. Karbonlu zəhərli qazdır. B bəndinə diqqət edirək. P4, fosfor, ağ fosfor. Fosfor bərk haldadır. B variantı düzgün cavab variantı ola bilməz. C variantı N2O qazdır, amma zəhərli qaz deyil. D variantına diqqət edirək. Karbon O2 zəhərsizdir. Düzgün cavab variantı A variantıdır. Hətta dəm qazı zəhərlidir. Tez-tez, yəni televiziyada da göstərilir ki, məsələn, dəm qazından zəhərlənmə halları baş verə bilər. Ona görə də karbon O zəhərlidir. Amma karbon O2, yəni karbon qazı isə zəhərsizdir. Düzgün cavab variantı A variantı. 8-ci suala baxaq. 8-ci sualda bizə 3 şəkil təsvir olunmuşdur şəkildə. A, B və C şəkilləri və göstərilir ki, yəni şəkildə nə göstərilib? A bəndinə diqqət edirək. Görürük ki, buxarlandırma üsulu təsvir olunmuşdur A bəndində. Deməli, duzlu su göstərilir ki, şəkildə su buxarlanır. C bəndinə diqqət edirək. Maqnit təsvir olunub. Maqnitlə təsir etmədir. B bəndindəki xromatoqrafiya usuludur. Müxtəlif 3 qab təsvir olunub, müxtəlif rənglər var. Xromatoqrafiya usuludur. Adsorpsiyaya əsaslanan usul. Deməli, 1 maqnitlə təsir etmə C, 2-yə buxarlanma A, 3-ə B variantı. Düzgün cavab variantı B variantı. 9-cu suala baxaq. 9-cu sualda şərtdə bildirilir ki, hansı maddə qeyri-metallardan təşkil olunub? A variantına diqqət edirək. A variantı maqnezium xlorid. Maqnezium bildiyimiz kimi əziz şagirdlər metaldır. Ona görə də düzgün cavab variantı A variantı ola bilməz. B variantına diqqət edirək. Natrium OH. Natrium metaldır. B variantı da ola bilməz. C variantına diqqət edirək. Kalsium sulfid. Kalsium da metaldır. Bu da düzgün cavab variantı ola bilməz. D variantına diqqət etirsək isə H2SO4. Hidrogen qeyri-metaldır, kükürt qeyri-metaldır, oksigen də qeyri-metaldır. Ona görə də düzgün cavab variantı D variantı.
Daha sonra keçək 10-cu suala. 10-cu suala isə diqqət yetirsək, 10-cu sualda bildirilir ki, qazın maye hala keçməsi necə adlanır? Əgər maddə qaz halından maye hala keçirsə, proses kondensasiyadır. Mayedən qaza keçsə buxarlanma, qazdan maye keçdikdə isə proses kondensləşmə. Düzgün cavab variantı B variantı. Donma bildiyimiz kimi maye haldan bərk hala keçmədir. Sublimasiya bərk haldan maye hala keçmədən birbaşa qaz halına keçmədir. Desublimasiya isə onun əksi. Qaz halından bərk hala keçmə. Ona görə də düzgün cavab variantı B variantı olacaq.